Bunun da cavabını dedi. Dedi, Allah özü hər şeydən uca və daha ali varlıq olduğu üçün kamillik də Allahın özünə qovuşmaqdır. Allah mütləqdir, ən üstündür. Yəni müqayisə olunmaz, çünki qalan hər şey onun yaratdığıdır. İnsan da yaratdıqları içində ən üstünüdür deyə, insan Allahın özü üçündür. Deyir, səni özüm üçün yaratmışam. Və kamillik budur ki, insan o zirvəyə, Allahın özünə qovuşsun. Həmin o qurbətən ilallah ki, biz namazlarda deyirik, ibadətlərdə, niyyətdə deyirik, qurbətən ilallah. Qurbətən ilallah bu deməkdir. Allaha yaxınlaşmaq. Yəni, mən onun üçünam, mənim məqsədim ona yaxınlaşmaqdır. Heç bir varlıq Allahdan daha əziz və daha ürəyi yatımlı deyil. Allah bütün ləzzətlərdən üstündür, çünki ləzzətlərin yaradıcısıdır, xaliqidir. Allah hər şeyin fövqündədir, üstündür deyə insan ancaq onun özü üçün yaradılıb. Allah elə bir varlıq yaradıb ki, ancaq özündən bəhrələndirsin onu. Bu varlığın adı insandır. İnsanlar Allaha qovuşmaq, ona çatmaq məqsədi ilə yaradılıbsa, Allaha qovuşmaq necə baş verir, onu da izah elədik. Bunlar hamısı xülasədir keçən həftələrdə dediklərimizin. İnsanlar Allaha qovuşmaq üçün Allahın böyüklüyünə mütənasib olmalıdırlar. Bir şey bir şeyə qovuşursa, onunla arasında uyğunluq olmalıdır, mütənasiblik olmalıdır. Allah böyüdürsə, insan da böyük olmalıdır ki, o böyüklə görüşə bilsin, o böyüyə qovuşa bilsin. Niyə məhz böyüklükdən danışıram mən? Axı, Allah həm də rəhimlidir, Allahın başqa adları da var. Niyə böyük Allah? Niyə böyük xüsusiyyətini vurğulayıram? Ki, insan böyük olmalıdır ki, böyük Allaha qovuşsun. Çünki böyüklük elə bir həqiqətdir ki, bütün yaxşılıqlar ona daxildir, onun içinə daxildir. Məsələn, bir insan mərhəmətli adamdırsa, böyük adamdır. Səxavətli adamdırsa, böyük adamdır. Bütün yaxşı xüsusiyyətlər bərabərdir böyüklük. Böyüklüyə bərabərdir. Hər şey böyük olmağın içindədir. Ona görə deyəndə ki, insan böyük olmalıdır, yəni bütün fəzilətlər elə böyük olmağın içindədir. Böyüdükcə bütün fəzilətlərə sahib olur. Və bütün pisliklərə baxın, bütün pisliklər həqarətdir, kiçiklik və cılızlıqdır. Pisliklər ona görə pislik ki, insanı cılızdaşdırır. Pislik də bərabərdir cılızlığa, kiçikliyə. Qeybət cılızlıq əlamətidir, yalan kiçiklik əlamətidir. Yəni, bunlar insanı kiçildir, yaxşılıqlar insanı böyüdür və həm də yaxşılıqlar elə böyüklüyün göstəricisidir. Bütün fəzilətlər yaxşılıq, yəni böyüklüyün təzahürüdür. Bütün üstün sifətlər, yaxşı xüsusiyyətlər böyüklüyün təzahürüdür. Və bütün pisliklər də cılızlığın cilvəsidir. Böyüklük müxtəlif şəkillərdə təzahür edir, olur rəhmət, mərhəmət, səxavət, şücaət. Bütün fəzilətli sifətlər hamısı böyüklüyün şüalarıdır. Və bütün çirkin sifətlər cılızlığın əlamətləridir, göstəricisidir. Bizim böyük olmağımız üçün Allah nə edir? Böyük olmaq üçün nə edir? Necə tərbiyəvi yolla gedir Allah? Allah bir sıra şeylər edir bizi böyütsün. Onlar əmrlərdir, qadağalardır, imtihanlardır. Bunlar hamısı böyüməyimiz üçündür. Biz dünyaya böyüməyə gəlmişik. Biz böyümək üçünük bu dünyada. Və bu böyütmə metodları ki var, insanı böyüdürlər. Ən təsirli metod hansıdır bu böyütmək içində? Ən effektiv metod hansıdır? İnsanı hansı vasitə ilə böyüdür? Axirətə yönəltmək vasitəsilə. Axirətə yönəltmək vasitəsilə. Bir insan bu dünyadaykən artıq axirətə diqqət edirsə, bu böyüklük əlamətidir. Uzaq görən adamdır. Sadə misallar dedikdə, kiçik adamlar ancaq uşaq məsələn zaman bilmir nədir, sabah bilmir nədir, kiçikdir. Böyüdükcə zaman hesablayır, bir il sonra nə olacaq. Deyirlər uzaq görən adamdır, uzaq görənlik nədir?
Böyüklük əlamətidir. Ona görə də axirətə yönəlmə böyüklük əlamətidir. Çünki ən uzaq nöqtəni görür adam. Allah istəyir bizi böyütsün, bizi axirətə yönəltmək vasitəsilə. Axirətə yönələn adam dünya sərhəddindən çıxır, deməli böyüdür də insanın ruhu. Elə deyil? Sonsuzluq aləmidir ora. Ora diqqət eləməklə insan özü də böyüyür. İnsan axirətə yönəlməklə cılızlıqdan qurtarır. Sərhəddini ruhunun genişləndirir, aparır o tərəfə. Bu özü böyüklük əlamətidir. Ona görə bizim fikrimizi axirətə yönəldir Allah. Bunu da qeyd elədik yadınızdadırsa, bunlar hamısı təkrardır, amma biraz fərqli baxırıq da, təkrarda ziyan yoxdur, ancaq xeyir var. Bunu da qeyd elədik ki, axirətə yönəlməklə təkcə axirət abad olmur, dünya da avtomatik abad olur. Bu ki, din deyir axirət, 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 bəzilərində sual yaranır ki, bəs dünya necə? Axı, biz bu dünyada yaşayırıq. Onda din, dünya kafirlərin olsun, biz axirət əhliyik. Yox, bu yanlış düşüncədir. Bu barədə mən çox danışmışam. İnsan sözün düz mənasında axirətə yönəlirsə, bu proses var, axirətə yönəlib onun üçün iş görmək. O prosesdə dünya işlərdə səhmana düşür. Müsəlmanlar sözün həqiqi mənasında, düz mənasında axirət əhli olsaydılar, dünyaları bugün də olmazdı. Çünki axirət inancı dünyadan keçir. Əd-dünya məzrəətul axirə. Peyğəmbər buyurur, dünya axirətin əkin yeridir. Biçmək ümidi ilə yaşayan insan əkin vaxtı diqqətli olar da, hər şeyi düz eləyər ki, biçə bilsin. Dünyada nizam, intizam, dəqiqlik hamısı axirət inancından qaynaqlanır. Ona görə bir güllə ilə deyir ki, dovşan vurmaqdır. Axirətə yönəlmək dünyanı avtomatik abad eləyir. Düz olsa, düzgün izah olunsa insanlara. Düzgün izah olunsa. Axirətə yönələn adam iti düşüncəyə sahib olur. Çünki axırı görür, daha doğru hesablayır hər şeyi. Yuxarıdan baxır, ona görə dünyaya hakim olur. Dünyanı da daha yaxşı dəyərləndirir. Dünyada nə etməli olduğunu daha yaxşı bilir. Ona görə ən praqmatik düşüncə axirət düşüncəsidir. Axirət düşüncəsi reallıqdan uzaq, dünya həyatından ayrı düşüncə deyil. Ən praqmatik düşünən insanlar axirət əhli olmalıdırlar. Çünki onlar ora hesablanmış addımları burada etdikcə burada səhmana düşür. Proses belə baş verməli idi. Müsəlmanların nə etdilər, hansı inanclar o ayrıca mövzudur ki, niyə görə belə olmadı? O barədə danışmışıq keçmişdə, yenə də danışmaq olar. Niyə praktikada öz təsdiqini tapmadı bu deyilənlər? Çox səbəblər var, çox səbəblər var. İnsan axirətə yönəldikdə dünya ilə bağlı da düz qərarlar qəbul edir. İnsan nə qədər uzaq görəndirsə, bir o qədər qərarları düzdür də, elə deyil. Deyirsən, burnundan o yananı görmürsən, biri-birini nəsihət eləyəndə. Ona görə səhv dalıca buraxırsan. Amma uzağı görən adam düz qərar verir, düz görür. Axirətə diqqət həm də insanı təmizləyir. Niyə görə? Çünki mən çərçivəsindən çıxardır insanı, dar çərçivədən çıxardır. Mən çərçivəsindən çıxan insan daha iti görür, daha iti düşünür. Keçən dəfə bunu da dedik ki, insanın axirət haqqında, hətta cəhənnəm, əzab haqqında düşünməsi də insana stres gətirməməlidir. Stres gətirməməlidir. Əksinə insanı aram eləməlidir. Necə baş verir bu? Bunu da izah elədik. Dedik ki, insan əzabı görür, o haqda düşünür, qorxur, sığınacaq axtarır. İnsan qorxandan sonra sığınacaq axtarır, sonra elə dərhal ki, deyir, mən hara pənah aparım bu əzabdan, Allah qucağını açır, deyir, gəl və aram eləyir. Bax, aramlığın, rahatlığın mexanizmi budur. Qorxuda ilişib qalmamaq, əzab qorxusundan pənah axtarıb, bir qüdrətə sığınıb, onun ağuşunda aram olmaq. Bax, görün, nə qədər dəqiq mexanizmlərdir. Dəqiq yollardır. İnsan axirət qorxusu ilə stresə düşdüsə, əli ayağı soyudusa, rəngi qaçdı və heç nəyə əli yatmadısa, o axirət inancı deyil. İnsan əzab qorxusundan sığınacaq axtarıb, Allaha sığındıqda başqa bir hala düşür ki, o doğrudan da səfalı bir haldır insan üçün, mənəvi bir haldır insan üçün. O cəhənnəm ki, insan öldükdən sonra adamı yandırır, dünyadaykən onun haqqında düşünmək günahları yandırır, təmizləyir adamı. Bu elə bir şeydir ki, onun haqqında düşünmək insanı təmizləyir.
Heç bir əziyyətsiz, zəhmətsiz, sadəcə yönəlməklə təmizlənirsən. Bir var əməl eləyəsən, bir var düşündün axirət haqqında, narahat oldun ki, ora qorxulu cəhənnəm haqqında. Ora qorxulu yerdir və dedin, ilahi, mənə oradan nicat ver. Allah bunu istəyir. Bir dənə bu nicat ver sözünü eşitmək istəyir ki, deyir, sən gəl mənim qucağıma, ağuşuma, insanı aram eləyir. Bu əzab qorxusu özü pak eləyir insanı. Hədisdə var, Allah iki qorxunu bir qəlbdə cəm eləməz. Dünyada Allahdan, əzabdan qorxan adam qiyamət günü qorxmaz. Qiyamət günü əmin amanlıqda olar, rahat olar. Quranda deyir, lə yəsməunə həsisəha, cəhənnəmin nəriltisini belə eşitməz. Allah rəva bilməz. Çünki dünyadaykən görməmiş, narahat olmuşdu, Allaha sığınmışdı. Allah da deyir, mənə sığınanı heç, nəinki cəhənnəmə aparmaram, heç qorxutmaram da, heç imkan vermərəm onun səsini eşitsin. Cəhənnəmin paklama xüsusiyyəti var. Cəhənnəm, məsələn, deyirlər, bəzi adamlar var, günahları çoxdur, cəhənnəmə gedir, təmizlənib gedir cənnətə. Biz bu barədə mən danışdıqca söz uzanır, vaxta görə mənim elə gözüm saatdadır ki, sizi narahat eləməyin, bayırda da yağış yağır. Yəni, məcbur oluram, xülasə danışım. Cəhənnəm bizim elə bir düşündüyümüz o kibritlə yanan, qazla yanan oddan deyil. Od ona görə deyirlər ki, oxşarlığı var, o od deyil o. Bu oddan deyil. O təmizləyici xüsusiyyətə malik olan bir, nə deyim, bir məkandır. Onun ruhla əlaqəsi var. Bu bəsit düşüncələrdən nəhayət ki, biz azad olmalıyıq. Ki, qır qazanı belə gəldi, cənnət bağları belə ki, bu deyil, valla bu deyil. İnsan ruhu ilə, insan kimliyi ilə əlaqəli mövzulardır ki, adamlar gərək oxusun, düşünsün, anlasın bunu. Haradasa bir od qalamayıblar adamlar, ora atırlar. Bu deyil. Bu içdən içlə əlaqəlidir, daxillə əlaqəlidir və insanda təmizləmə xüsusiyyəti insanı təmizləmə xüsusiyyətinə malikdir cəhənnəm. Dünyadaykən düşüncəsi adamı təmizləyir, saflaşdırır, pak eləyir. Allah bizi böyütmək istəyir. Çünki biz böyüməsək, böyük Allaha qovuşa bilməyəcəyik. Ona görə bizi dünyaya göndərib, necə böyüdür bizi ora yönəltməklə, ora böyük yer daxil. Ən effektiv böyümə metodudur bu, böyümə yoludur. Ora böyük aləmdir, böyük şeylər haqqında böyüklər düşünər. İnsan düşüncəsi nə qədər məhdud oldusa, bir o qədər kiçik adamdır. Mən kiçikdir, biraz böyüdü ailə, kiçikdir, biraz böyüdü xalq, biraz böyüdü bəşəriyyət. Böyüyür, böyüyür, böyüyür. Yəni, düşüncəsi nə ilə məşğuldur insanın, onun kiçiklik böyüklük göstəricisidir. Axirət böyük aləmdir, böyük işlər haqqında böyük kişilər düşünər. Deyərlər, sən böyük adamsan, xırda-xuruş işlərə baş qoşma. Axirətdə Allah da bunu deyir, sən böyüksən, xırda-xuruş dünya işlərinə baş qoşma. O mənada yox dünyanı səhmana salma, yox. Hədəfi müəyyən elə, sonra dünyaya hakim olacaqsan. Dünya özü ayağına gələcək və sənə öz potensialını açıb sənin ixtiyarında qoyacaq. Bu mexanizmləri işləmək, çatdırmaq, yaşamaq lazımdır yavaş-yavaş. Mən qınamıram, bir gündə düzəlmir. Çünki 100 il səhv getdiyimiz yolu indi o boyda nəhəng mexanizmi çevirib başqa istiqamətə aparmaq zaman tələb eləyir. Bunlar asan deyil. Mən burada danışdım, sabahdan hər şey düzəlsin, olmur elə. Amma bunları insanlara aşılamaq lazımdır. Bir də axirətə insan niyə yönəlir, böyümək necə baş verir? Axirət insanın ölçüsünə uyğundur. Dünya libası dardır insana, başa düşürsünüz. Bir dənə 20 yaşda oğlan, 3 yaşda uşağın paltarını giyinsə, necə giyinə bilməz? Allah deyir, sənin əynüvə biçilməyib də bu dünya. Səndən çox balacadır. Sən böyüksən, sənə adekvat aləm o aləmdir. O sonsuz aləmdir. Sən sonsuzluq istəyirsən, o da sənin ruhun əyninə biçilib. O böyük aləmə, sonsuz aləmə diqqət elə. Ora uyğunlaş. Nəhayətsiz aləmə. Ona görə hey deyir, ərazitum bil həyatid dünya. Dünyaya mı razı oldunuz? Uşaq paltarını nə qədər istəyirsən, bir iki kişi sənə əyninə giyinirsən, bu sənin əyninə deyil, bu səndən çox balacadır. Sən böyük aləmsünsən, ora diqqət elə ki, öz böyüklüyü əldə eləyəsən. Haşiyə olaraq bir şey də deyim burada. Adəmlə Həvva bizim baba və nənəmizdir, bunlar ilk insanlardır. Onlar başqa bir aləmdə yaradıldılar
O meyvə də simvolikdir hamısı, simvolik mənalar kəsb edir ki, ona yaxınlaşmayın, şəcərə. La təqrəbə hazihi şəcərə, ona yaxınlaşmayın. Sözün qısası, əmrdən çıxdılar, tənəzzül elədilər, dünyaya gəldilər. Və dedilər ki, bundan sonra burada imtihan olunacaqsınız, orada yox. Bu da bizə Allahın ən böyük lütfüdür. Niyə görə? Orada bir dənə xəta elirsən, süqut elirsən. Nə üçün? Çünki orada şəffafdır hər şey. Məsələ nə qədər çox aydınlaşır, bir o qədər məsuliyyət çoxalır. Elə deyil? Burada biz örtülü aləmə gəlmişik. Örtülü aləmdə bizə çox güzəşt eləyirlər. Örtülü aləmdə burada yəni görmür, Allah deyir, bilmir də görmür ki, bizi bura dünyaya göndərməyi özü bir lütfdür ki, bizə çox güzəşt olunur burada. Şəffaf aləmdə Allah danışır, Allahı görürsən, orada bir xəta bəsdir ki, insan süqut eləsin. Burada isə çox xəta etdikcə Allah göz yumur, güzəşt eləyir ki, baxı görmür oranı. Bu örtülü maddi aləmdədir. Maddi aləmdədir. Bu barədə danışmışam. İsa Peyğəmbərin həvariləri Allahdan süfrə istədilər. Göydən bizə süfrə göndərsin. Allah dedi, göndərirəm bir şərtlə ki, ondan sonra da azğınlıq eləsələr, elə bir əzab görəcəklər ki, heç kəs görmür. Çünki artıq pərdə çəkildi axı, məsuliyyət çoxaldı. Ona görə bəzən möcüzə istədikcə insanlar özlərini quyuya atırlar. Lazım deyil hər şeydə. Sən elə təbii yolla get, yavaş-yavaş pərdə sənin gözünün önündən çəkilsin. Allahın digər lütfü nədir? Allahın digər lütfü budur ki, imtahan dövrü azdır. Azdır valla. Ömrün uzunluğu sizi çaşdırmasın, ömür uzun deyil. Ömür çox qısadır. Mən hər dəfə bunu deyirəm, ağsaqqallardan soruşun sizə desinlər. Gəncsən, məğrursan desən, hələ nə qədər vaxt var? 50, 60, 70, 80 yaşında kişidən soruş, deyəcək ki, yox qardaş, valla sən düşünən qədər uzun deyil. Çox qısa bir müddətdir. Allahın da lütfüdür ki, biz müvəqqəti olaraq imtihana çəkilirik. İmtihan çox çəksə adam yorular, usanar. Ona görə ömrün qısa olması elə bir Allahın lütfüdür. Qısa qal, əbədiyyət qazan, əbədi aləmə köç elə. Qısa müddət tez keçir, tez keçməyi budur ki, ən çətin gündə desən ki, əşi, ömür nə qədərdir, biraz əziyyət çəkərəm. Sonra əbədiyyət var axı qarşıda. 80 il ibadətin də müqabilində demir ki, 800 il qal, 8 milyon il, 80 milyon il deyir, əbədi qalacaqsan. Əbədi qalacaqsan. İnanın, bu əbədiyyət düşüncəsinə fokuslansaz, şad yaşayarsınız. Bunun haqqında düşünmək belə insanı sevindirir. Mən bunu çox demişəm, daha dayanmıram. Yəni, haçan mən olmayacam heç vaxt. Allah deyir, sən mənimlə qonşusan, ciranullah sözünü Həzrət Əli işlədir. Yəni, mən nə qədər varam ki, həmişə varam, sən də mənimlə varsan. Bunun haqqında danışmaq belə adamı sevindirir. Əbədiyyətə diqqət ən böyük şadlıqdır. Ona görə adamlar şəhidliyi arzulamağa başlayır. Şəhidlik istəyə bundan doğur. O qədər əbədiyyət deyib, mən istəyirəm, görəm orada nə var, nə yox. Həmişə var olacağım yeri görəm. Ondan sonra şəhadət arzusuna gəlir, çatır. Hədisdə mən görmüşəm, bütün dünyadan köçən möminlərin ki, getdilər Allahın rəhmətinə, cənnətə. Bütün dünyadan köçən möminlərin bir arzusu var, dərhal. Ora köçən kimi bir dənə arzu gəlir. Deyir, bizi qaytar dünyaya, gedək möminlərə xəbər eləyək ki, burada nələr var. Adamda məndə belə bir xüsusiyyət var, sizdə də yəqin ki var. Adam bir yaxşı şey görəndə istəyir onu sevdiyi adamlarla bölüşsün. Belə bir istək var. Yəni, bir şey göndərsən, sənə maraqlı gəlir, deyirsən, qoy o da baxsın. Məsələn, indi hansısa bir videodur, hansısa bir məlumatdır, elə deyil. Ən çox birinci istədiyin adamlara onu göndərsən. Deyir, dünyadan köçən ki, o göz qamaşdıran əbədi nemətləri görür, hamısı arzu edir ki, ilahi, bizcə dəfə qaytar, xəbər verək ki, ilişib qalmasınlar. Allah deyir, yox, o mümkünsüz bir şeydir, onu məndən istəmə. Hətta şəhidlər belə istəyir. Qalə ya ləytə qavmi ya'ləmun. Şəhidlər də bunu istəyir. Axirət böyüdür insanı, əbədi bir yerdir. Əbədiyyət də qeyd elədik ki, insanın əsas dərdidir. Əsas dərdidir. Bunu mən çox demişəm. Ən xoş günündə ürəyində bir qorxu var. Ne üçün? Bu bir gün olmayacaq. Elədir? İmkanım var, vəzifəm var, pulum var, övladım var, malım var, evim var. Hamısı əla dərəcədə. Bəs bu qəm niyə ürəkdədir? Axı bilirəm bir gün olmayacaq. Bu adamın
əsas dərdidir. O dərdi həll eləyir Allah. Cənnət qapısında deyir, zəlikə yevmul xulud. Bugün əbədiyyət günüdür. Əbədiyyət günü vəssalam. İnsanın keyfi kök olur orada dərhal. Keyfi kök olur. Elə bəhbəh deyir orada cənnətin qapısında ki, heç vaxt o bəhbəhə deməyib. Dünyada da bəhbəh deyirik, dadlı yemək gəlir deyirik bəhbəh. Yaxşı maşın alırıq deyirik bəhbəh. Amma bu bəhbəhən bir qanqaraldan hissəsi var ki, olmayacaq. Yiyəcəm, dedim də 20 tikədən sonra həmin o bəhbəh dediyin gözündən düşdü. Deyirsən, yığışdırsan Allah, tez yığışdır, çay gətir. Görməyə taqətin yoxdur. Maşını aldım bəhbəh, bir həftə, 10 gün, bir ay, nə bilim, onu sürənlər bilir, mən maşını sürmürəm. Sürənlər bilir, də bəhbəh bitir. Amma oranın bəhbəhə belədir ki, heç nə bitmir. Ona görə insan cənnət qapısında elə bir bəhbəh deyir ki, ölüm olsaydı sevincdən ölərdilər. Ölüm olsaydı sevincdən ölərdilər. Çünki görür ki, bitib tükənməz, artdıqca artan neymətlərdir. Çoxaldıqca çoxalan neymətlərdir. Bu dünyada bizə şad olmağa bircə bu xəbər bəsdir. Ən şad xəbər budur ki, sən həmişə mənimləsən, varsan, həmişə olacaqsan. Vəssalam, qalan şey olur haşiyə. Qəm, problem deyirsən, əşki, mən əbədi varlığam, bu 5 gündür, biraz ruzum bugün az oldu, biraz çox oldu, biraz falan oldu. Hər şey haşiyəyə çevrilir. Əbədiyyət xəbəri o qədər mühümdür bizə. Əbədiyyət xəbərinin mahiyyətinə varsaq, çox mühümdür bizim üçün, çox şad eləyər bizi. Həzrət Əli ki, deyir, mömin daimən nişatu, sevinci, həmişə, mömin həmişə şad olur. Nəyin sevincidir bu? Bax, bu əbədiyyətə yönəlməyin sevincidir. Əd-din huburun, Əleyhisselam buyurur. Buyurur, din sevincidir. Din niyə sevinci olur axı? Din ona görə sevinci olur ki, gəlir, insana əbədiyyət vədəsi verir. İnsan sevinir ki, mən həmişə var olacam. Ən böyük əyləncə insan üçün əbədiyyətlə belə deyək, eşq eləməkdir, necə deyim sizə, əbədiyyətə yönəlməkdir. Çünki ruh onu tələb eləyir. Dünyanın ən gözəl əyləncəsi səni qane eləmir. Çünki ruhun bitən şeyi istəmir. Ona görə dünyanın hər əyləncəsinin içində bir qəm gizlənib. Bu səndən asılı deyil, ruh bilir ki, bu müvəqqətidir. Oranın əyləncəsi, xəyalı belə bu dünyanın reallığından üstündür. Bilirsin ya? Çünki əbədiyyət xəyalıdır. Əbədiyyət bu qədər önəmlidir. Əbədiyyətin xəyalı belə dünyanın istifadəsindən üstündür. Dünyadan istifadə eləməkdən üstündür. Onda insan day kreslodan sevinmir, day məsələn filan şeydən sevinmir. Olur, oturur orada. Həzrət Əli deyir ki, gördüm yamaq vurur çarıqlarına. İbn Abbas deyir. Xəlifədir. Xəlifədir, o qədər yamaq vurub çarıqlarına ki, yamaqdan yer yoxdur orada. Deyir, yamaqla vurdu, qoydu qabağıma, dedi, bunun bazara çıxartsın, nə qədər verirlər, dedi, heç qara qəpiyi verməzlər. Bunu kim alar səndən? 50 yerdən yamamısan, bunu bir təzə çarıq da almışsan özü. Dedi ki, Allaha and olsun, sizə xəlifə olmağın bu çarıqlar qədər mənim üçün dəyəri yoxdur. Haqqı bərqərar eləmək olmasaydı. Bəli, gəlir sənə tərəf qəbul edirsən. İndi bunu da qeyd edeyim də o saat sual verən, onda biz elə yamaqlı gəzməli yox. Həzrət Əli deyir, bu sizin vəzifəniz deyil. Mən hakiməmsə, mənim məmləkətimdə bir dənə ac varsa, onun vəziyyətində yaşamalıyam. Bu hakimin vəzifəsidir, yəni imamın, imamətdən doğan vəzifədir. Ondan yaranır. O ayrı mövzudur. Gələk, bugün bunlar hamısı müqəddimə idi. Bir 15 dəqiqədə də bu bəhsi yekunlaşdıraq və söhbətimi tamamlayayım. Cənnətin, axirətin ən ali ləzzəti nədir? Bizim bir adətimiz var da, hər mövzuda gəlib bu mövzuya da çıxırıq. Hər şeyin ana mövzusu budur. Cənnətin ən ali ləzzəti salihlərlə bir yerdə olmaqdır. O adamlar ki, Peyğəmbər və Əhl-i Beytini dünyada tanıyıb, onların ziyarətinə gedir, onları sevir, əzadarlıqlarına gedir, təmas yaranıb, artıq cənnətə daxil olub. Biri gəldi İmam Cəfər Sadiq əleyhissalama dedi ki, ağa, dua eləyim, mən cənnətə gedim. Dedi, sən biz Əhl-i Beyti qəbul eləmirsən? Dedi, eləyirəm. Dedi, onda sən cənnətdəsən. Dua elə ki, Allah sən o cənnətdən çıxartmasın. Cənnətin ən uca ləzzəti
yaxşılarla bir yerdə olmaqdır. Ziyarəti nə qədər keyfdir, insafla danışasan. Məşəddə hərəmə daxil olursan, deyirsən, bura cənnətdir, bunu hamı təsdiq edir. Kərbəlada da elə, Nəcəfdə də elə. Elə bilsən, yer üzündən qopdun. Adam gedir, doymur və doymamaq möminlik əlamətidir. Deyir, kimin ürəyində Kərbəla eşqi olmasa, o imanın nöqsanıdır. Gedib gələsən şiddətlənir. Çünki orada fərqli fəzaya düşürsən. İndi burada məsələn bizim qardaşlarımız var, zəvvar aparıb gətirirlər. Mən soruşuram, deyir elə o təzəllik bizim üçün də qalır. Əgər düz yanaşarsa insan. Oranın başqa bir fəzası var. Bu onun qəbrinin keyfidirsə, gör özünün keyfi nədir? Cənnətdə özü ilə üzbəüz olursan. Özdə ki, dünyadakı kimi görmürsən, İmam Hüseyni. Dünyada Allah indi yaşasaydı da, biz pərdəli aləmdə yaxı, İmam Hüseyn pərdələnib dünyada, maddi dünyada. Peyğəmbər, Həzrət Əli pərdələnib. Çünki maddi dünyada, amma orada bütün gözəlliyi zuhur eləyir bunların. Ona görə deyir, bir şəhidi yuxuda gördü, dedi ki, necədir orada vəziyyət? Dedi ki, hər şey bir qırağa. Həftədə bir dəfə İmam Hüseyn əleyhissalamın görüşünə gedirik, sonra məst oluruq keyfdən. Yəni, o başqa bir feyz mənbəyidir. Allah feyzi bunlar vasitəsilə çatdırır insanlara. Ən böyük axirət arzusu Əminəllah ziyarətindədir. Vəcmə beyni və beynə əhibbaik. Deyir, məni onlarla bir yerə topla. Sevdiklərinlə bir yerə. Əli əleyhissalam Kumeyl duasında deyir. Kumeyl duasında baxın. Deyir ki, və fərrəqtə beyni və beynə əhibbaik və avliyaik. Cəhənnəmdən danışır. Deyir, mən necə dözəcəm ki, sən dostların məclisindən məni kənara atdın. Cəhənnəm buna görə pisdir. Cəhənnəm buna görə pisdir. Məclisdir də, bax, cənnət nədir? O, ariflərin şeirlərinə bax, o meyxanə, saqi, bunlar hamısı cənnətin ifadəsidir yeryüzündə. Cənnət yəni eyş məclisidir. Eyş məclisidir, keyf məclisi. Allahın öz dostları ilə keyf məclisi, keyf süfrəsidir. Əli əleyhissalam deyir ki, cəhənnəm odunu qoyuram kənara. Mən baxıram onlar sənin başına toplaşıb, sənin keyfdədirlər. O eyş məclisindən mən kənarda qalmışam. Deyir, bundan böyük həsrət nə ola bilər insan üçün? Əminullah ziyarətində bax belədir. Açsaz görərsiniz. Bir-iki sətir salam veririk. Salam verdikdən sonra ikinci mərhələdə dualar eləyirik ki, qəlbimi aram elə, dualarımı qəbul elə, məndən razı ol filan. Əminullah ziyarəti harda oxunur? Qəbrin kənarında da ziyarətnamədir. Ondan sonra belə mən təfsir edirəm ki, kənarında birdən baxır, deyir, bura nə gözəl yerdir. Allah, bundan yer üzündə yoxdur heç yerdə. Ondan sonra deyir, buranın nə ləzzətlidir. Gəlir, çatır zirvəsinə, deyir, bunun qəbri belədirsə gör, özü nədir? Onda deyir ki, vəcmə beyni və beynə əhibbaik. Dostlarından mənə ayırma. Dostlarından ləzzət alın. Orada da məni onların huzuruna apar. Mən bu dünyada onların qapısındayam. Hədisdə görmüşəm, otururlar, başqa aləmləri var da bunların. Xanım Fatimə Zəhra deyir, cənnətdə yerləri ilə tanış edir. Salman, sən filan yerdə olacaqsan. Bunların da keyfi bundan. Əbu Zərə deyirsən filan yerdə, Əmmara deyirsən filan məkanda olacaqsan. Mən düşünürəm ki, Aşura gecəsi ki, deyirlər İmam Hüseyn pərdəni gözlərinin önündən çəkdi və cənnətdə yerlərini gördülər. Sonra zarafat eləməyənlər də başladı deyib gülməyə. Cənnətin harasını göstərdi? Bağını, bağçasını, meyvəsini. İmam Hüseynin yanında oturub, orada ona nə göstərdi? Orada ona elə o qonşuluq məqamını göstərdi. Peyğəmbərin yanında ol. Onlar gördülər ki, Peyğəmbərin nuruna qərq olmaq nədir? Ünvan göstərdi. Əhl-i-Beyt aşiqləri üçün cənnət haqda düşünmək bir başqa ləzzətdir. Dinin dadı, duzu bu məhəbbətdir. Hər mövzuya bu gəlir çatırsa, ləzzəti 1-ə 100 artır. Sizlər üçün bir başqa neymətdir. Cənnət onların ətri ilə ətirlənib. Cənnət zərrə-zərrə onların nurudur. Onun haqqında düşünmək çox zövq verir. Cəhənnəm budur ki, onlardan ayrı düşürsən. Necə demək, qeyrətli adama bu bəsdir.
Mən xanım Zəhradan ayrı düşüb onu incidənlərlə bir yerdə olacam. Heç əzab çəkməyim, desinə gəlin oturum burada söhbət eləyim. Hə, İmam Hüseyn qalsın orada, mən Yezidlə oturum söhbət eləyim. Həzrət Əli bunu deyir. Deyir, sən dostlarından ayrıb məni o yerdə ki, sənin sevmədiyin adamlar var, ora aparsan. Əhl-i-Beyt eşqi belədir. Həcdə də görsən ki, mən həcdə neçə dəfələrlə olmuşam. Əhl-i-Beyti sevənlərin təvafı bir başqadır. Məqam İbrahim qoyub orada, deyir, imamı sənə xatırlatmalıdır. İbrahim məqamı, İbrahimin ayaq izi. Təvaf imamət əlamətidir. Ərafatda deyir, imam zaman buradadır. Hər şeyə bu imamət, hər şeyin mənasıdır. Təmamul həcc, liqaul imam. Həccin deyir, tamamlığı imamın görüşüdür. Həcc başdan ayağa imamətdə seyirdir. Həcc imamətdə seyirdir. Xanım Fatimə Zəhra deyir ki, Kəbə imam kimidir. Kəbəni fırlanırsan ki, bax, imamın başına belə dolan olurlar. Məşq edirsən, sonra gedib imama bağlanmaq üçün. İmamdan kəsəndən sonra onun mənası nə olur? Onun mənası bir şey olmur. Bunu eşidəndə bəziləri deyir, Allaha ibadətə gətirdin, imamları şərik qoşdun. Qardaş, şərik qoşmuram, Allah özü belə deyir ki, mənim cilvələrimdir bunlar. Yaxşı, belə deyilsə, namazda nə üçün? Namazın içində. Namaz Allaha ibadət deyil. Deyir, Əssəlamu aleykə əyyuhən nəbiyyü və rəhmətullahi və bərəkət. Niyə birdən deyir? Bütün məzhəblər də bunu deyir də. Peyğəmbərə salam ver namazın içində. Ancaq Allahçı deyir Allahdan, digər də Allahdan danış da, başqa yox. Salavat deyirik namazın içində. Niyə deyirik bunu? Cənnətin əsas ləzzəti meyvə deyil. Allahın dostlarının ətridir, qoxusudur, feyzidir. Onu biz burada başa düşə bilmirik. Deyir, cənnətdə neçə neymət var, cənnətin özündən üstündür. Bir, cənnətin əbədi olmağı, dediyi barədə danışdıq. İki, bilirsən ki, Allah səndən razıdır. Üç, Allahın dostlarına qonşusan orada. Sevdiklərindən qonşusan. Allah qoxusu orada onların vasitəsilə yayılır. Quran deyir, kunu mə'əs-sadiqin. Doğrularla olun. Doğrularla gedin bu yolu. Ziyarət Aşuranın axırında deyir, və səbbitli qədəmə sidqin indəkə mə'əl Hüseyn. Sənin yanında qədəmlərimi sabit elə axirətdə Hüseynlə bir yerdə gedim. Onunla addımlayım. Ləzzət bundadır. Bu olmayandan sonra cənnətin meyvəsini neyirəm ki, kimə lazımdır ki? Salman deyir, cənnəti göstərdi Həzrət Əli. Ona dedi ki, qalmaq istəyirsən burada. Dedi ki, birinci sual oldu ki, siz qalırsınız ya qayıdırsınız dünyaya. Kəramət olur da imamlarda. Dedi, yo, mən qayıdıram. Dedi, onda mən də. Mən səni istəyirəm, səndən başqa Peyğəmbəri, Peyğəmbərə qonşu. Peyğəmbər ki, ən ali zirvəsidir behiştin, cənnətin. Namazın içində biz deyirik, sıratəl-ləzinə ən'amtə aleyhim. Doğru olanların yoluna yönəld. Namazın içinə Allah daxil edib bütün bunları. Mühüm məsələdir, doğrularla olasan. Günah deyiləsən, Nurşu canın. Da eləmisən də, Nurşu canın, nə deyim, haram olsun da eləmisən. Deyir ki, günü də bizə tərəf gəlir. Biri içmişdi, üzr istəyirəm sizdən. Sərxoş vəziyyətdə idi, amma Əhl-i-Beyti sevənlərdən idi. Küçədə dayanmışdı, gördü İmam Sadiq əleyhissalam gəlir, özünü yığışdırdı, başladı qaçmağa. İmam da düşdü dalıca, getdi. Sərxoşdur bu, amma biraz da ayıldı da İmam görən. Ayıldı qaçmağa. İmam dayandı, dedi ki, günahda eləsəz bizdən qaçmayın, bizə tərəf gəlin. Gəlin, günah hamımız günahkarıq. Günah elədinsə qayıtmaq önəmlidir. Onlarla ol, axırın yaxşı olacaq. Sığınacaqdır da sənin üçün. Kimdir ki, günah eləməsən lap gözəl, amma indi insanıq da, günah eləyirik. Eləyəndən sonra onlara tərəf gəl. Bir dənə söz deyim sizə, heç vaxt deməmişəm. Və sözümü yekunlaşdırım, keçərik ikinci xütbəyə. Bəli, sözüm bitir yavaş-yavaş. Cümə surəsidir, burada da yazılıb. Soyuqda hava deyə mən oxuya bilmirəm də, bayırda əziyyət çəkməsinlər. Hər cümə oxunsa yaxşıdır. Deyir, və izə rəəv ticarətən əv ləhvənin fəzzu iləyhə və tərəkukə qaima. Peyğəmbər xütbə oxuyur. Deyir, və izə rəəv ticarətən əv ləhvənin fəzzu iləyhə və tərəkukə qaima. Peyğəmbər xütbə oxuyur. Deyir, və izə rəəv ticarətən əv ləhvənin fəzzu iləyhə və tərəkukə qaima. Peyğəmbər
Cümə namazıdır da bu bugünkü kimi. Elə bil bax burada təsəvvür edin. Küçədə biri başlayır qışqırmağa, məsələn, alma satıram, məsələn, armud satıram, olmur belə. Əvvəllər çox olardı. Ya təbil çalardılar, ticarətçilər gəlib, Peyğəmbər danışan yerdə hamısı çıxdı, qaçdı, getdi, çoxsu. Az adam qaldı. Az adam qaldı. Quran nə desə yaxşıdır. Quran demir ki, və izərrav, ticarət görən kimi, ləhv görən kimi namazı qoyub qaçdılar. Məscidi qoyub qaçdılar. Xutbəni qoyub qaçdılar. Deyir, tərakukə, səni tərk elədilər, bəla budur. Cümə namazıdır, deyərdi ki, məsələn, və izərrav ticarətən əv ləhvən infəzzu iləyhə və tərəkus-səlah namazı tərk elədilər, cümə namazını tərk elədilər, getdilər. Deyir, səni tərk elədilər. Mühüm məsələ budur ki, neynirsən elə övliyanı tərk eləmə. Cümə namazından da mühüm, cümə xütbəsindən də mühüm, onu danışan adamdır. Mən yox ha, o Peyğəmbər. Onu tərk eləyib getmə. Çox incə məqamda Quranda. Deyir ki, faciə budur ki, səni ya Rəsulallah tərk elə, tərəkukə, səni tərk elədilər. Çalışın, neynirsiz, indi bizim qapımıza gəlin. Qapımız açıqdır. Hər bir günah eləsən, qiyamətdə soruşsalar, deyəcəksən, ilahi, şeytan mənə azdırdı. Yaxşı, başa düşdü. Bax, bu sözün qabağında hamılal olacaq. Deyəcək, qapımız açıq idi. Bir dənə gəlib üzr istəmək nə idi? Ona nə deyəcək? Deyir, mən azdım, yolumu getdim. Axı, niyə getdin? Günah elədin, niyə azırsan? Qayıt gəl. 100 dənə də günah eləsin, qayıt gəl. Məyad mövzusunun şirinliyi Peyğəmbər və onun əhl-i beytidir. Hər şey onlarla əlaqəlidir. Qiyamətə gəlirsən, baxırsan, görürsən, hər yerdə onlardır. Peyğəmbərdən soruş Həzrət Zəhra, atacan, harada olacaqsınız? Deyir, filan yerdə, filan yerdə, filan yerdə. Axırda harada olacaqsınız? Deyir, cəhənnəmin yanında günahkarlara şəfaət eləyən yerdə. İmam Rıza Aleyhisselam deyir, kim məni bir dəfə ziyarət eləsə Məşəddə, 3 dəfə köməyinə gələcəm. Əməl dəftəri verilən vaxt, əməllər mizanda çəkilən vaxt, siratdan keçən vaxt, gəlib əlindən tutub aparacam. Həzrət Əli haradadır? Kovsar hovuzunun yanında. Xanım Fatimə Zəhra haradadır? Cənnətə getmirəm, bunları aparmayınca. Olur qiyamət bir eşq səhnəsi. Başdan ayağa bunlardır. Bu olmasa nə qədər qiyamətdən danış qurudur. Bu istiliyi gətirir. Qiyamət bunlarla görüş səhnəsidir. Bunlar yayılıblar məhşərin hər yerinə, bizimlə məşğuldurlar orada ancaq. Necə dünyaya bizə görə gəliblər? Həzrət Əli deyir, biz bu dünyaya sizə görə gəlmişik, sizin əlinizdən tutaq aparaq. Biz bu dünyaya uyğun deyilik, bura bizim yerimiz deyil. Necə bura cənnətdə də, qiyamətdə də feyz verməklə məşğuldurlar. Onlar bizə yiyəlik eləyəcəklər və bütün bunların haqqında düşünmək, onlar haqqında təfəkkür etmək insanın ləzzətini 1-ə 100 artırır. Deyir, əməl tərəzisi çəkiləcək, günah ağır gələcək, savab yüngül. Neyə deyəcək? Salavatları gətirin. Salavat deyib burada. Özdə mən bunu deyim, mən biraz söz gəldi deyirəm, narahatçılığım var ki, məsələn, bəzi şeylər var ki, asta deyilməlidir. Məsələn, duada amini qışqırmaq bəlkə vacib deyil. Amma salavat yeganə bəlkə də zikirdir, bilmirəm. Bəli, mən bilən yeganə zikirdir ki, deyir onu uzadan deyim. Məsələn, hərdən mən iqamədə Peyğəmbərin adını çəkirəm, görürəm, birinci qabaq sıralardan səs gəlmir, o birilər deyilə bil ki, belə yorulublar. Deyir, o nifaq əlamətidir. Salavatı yavaş demək. Bu eşq elə bir şeydir ki, onu ifadə eləyəsən və bütün bu salavatlar hamısı hesablanır. Qiyamətdə deyir, günah savabı üstələyəndə salavatları gətirirlər. Ne üçün? Bunların hamısının hikməti var. Orada üzr istəyirəm, alma çəkmirlər, armud çəkmirlər. O bu tərəzidən deyil. Mahiyyətcə ağır gəlir. Övliyaların sevgisi, övliyaların məhəbbəti hər şeyin mahiyyətinə bir başqa bir çalar gətirir, gözəllik gətirir. Allah bizi